İlham Əliyev görəsən bu biabırçılığa nə zaman son qoyacaq? Bilən varmı? Ne? Senin var ince hemen o. Ya abi gezirsen. Ha bayram da Allah. Bayramda akır bizim diyeceğimizde hiçbir şey yoktu. Ulaşma faturana değil. Ne diyese? Diyeceğim böyle böyle. O da diyecek şey diyeceğim. Böyle söyleyeceğim ben de diyecek ki niye para verirsen o senden gidecek. Ha bayramda kitledik sonra. Vallahi bak ben para mara veremem. Ben cebimde zaten gümrük parası var. Başka hiçbir şey yoktu bende. Diyelim bak adam versem benden gidecek. Arabanı kaçarım sana. Sen eziyet vermek istemiyorum. Vallahi bak ben de inerim araba. Burası bayrama göre. Gördüyünüz bu müfəttişlər bir tır sürücüsünü saxlayıblar, ondan pul tələb edirlər. Gör nə qədər bunlar ucuzlaşıblar. Görün bunlar özlərini nə qədər plintusdan aşağı tutublar. Açıq bazar gedir ölkədə. Artıq görür ki o müfəttiş ki sürücü onu çəkir, buna baxmayaraq yenə də ondan pul tələb eləyir. Siz bu pulu yığmaqla hara kimi gedəcəksiniz? Və bu türk vətəndaşı sabah Azərbaycan haqqında hansı təfəkkürdə olacaq? Və nə üçün bizim millətimizin adını batırırsınız? Hə? Bunu məgər Türkiyə bizim qardaşımızdır deyə hayqıranlar, qışqıranlar, vətənşüvənliyi salanlar, bunları niyə ictimailəşdirmirsiniz? İlham Əliyev hara baxırsan? Vilayət Eyvazov hara baxırsan? Ay DTX rəisi Əli Nağıyev hara baxırsınız siz? Bu ölkəni niyə korrupsiya ocağına çevirmisiniz? Nə üçün hər keçənlər rüşvət alırsınız, hər girənlər rüşvət alırsınız? Kim sizə bu ixtiyarı verib? Konstitusiyasının hansı bəndində bu var? Nə üçün bu qədər haqsızlıq, ədalətsizlik bizim ölkədə hökm sürür? Biz bunu danışanda biz oluruq vətən xaini, siz əclaflar bunu eləyəndə siz olursunuz vətənsevərlər. Ayrılın ey Azərbaycanlılar, ayrılın. Nə qədər ki bu qanıçən rejim var, nə qədər ki bunlar ayaq üstədir, hər birinizin qapısı döyüləcək. Biz bunu illərlə deyirik. İllərlə sizə səslənirik ki, bu qanıçənlərdə bizə barmağımıza bant bağlayan olmayacaq. Çünki bunlar ancaq öz mənfəətlərini güdürlər, öz ailələrinin gələcəyini düşünürlər, öz xoşbəxtləri üçün hakimiyyətdədirlər. Canay yetim, bir dənə sən yetim, Azərbaycanlı qalmısan bu dılğır hakimiyyətin əlində. Ona görə də deyirəm ki, birləşmək vaxtıdır ki, bu dılğırları tarixin zibilliyinə atmaq lazımdır.